Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə növbəti aydan pensiyaların sosial müavinət və təqaüdlərin artımı ilə bağlı ətraflı şəkildə məlumat verəcəyik. Növbəti aydan etibarən hansı sosial pensiya, müavinət və təqaüdlərdə artım olacaq, hansı vətəndaşların pensiyalarında artım olacaq və hansı vətəndaşlar pensiya ala bilməyəcək ətraflı şəkildə məlumat verəcəyik. Videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbəti dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, növbəti aydan etibarən bir çox vətəndaşlar əmək pensiyası ala bilməyəcək. Bununla bağlı daha əvvəl məlumat paylaşmışdıq sizlərlə. Azərbaycanda pensiya kapitalları artırılır və növbəti aydan etibarən bir sıra pensiya almaq üçün gözləyən vətəndaşlar pensiya çıxmaqda çətinlik çəkəcək. Onlar pensiya alacaqlar, amma yaşa görə verilən sosial pensiya, yəni 220 manatla kifayətlənməli olacaqlar. Çünki Azərbaycanda hazırda pensiya kapitalı 42.000 manat civarındadır və artımdan sonra ortalama pensiya kapitalı 45.000-46.000